Allah sehirli çıraq deyil, yaradandır. Niyə? Yazılıb, aranızdakı dava və çəkişmələrin kökü hardadır? Öz ehtiraslarınızda deyilmi? İstədiyiniz olmayanda dava edir, öldürürsünüz. Həsəd aparırsınız, amma ala bilməyəndə yenə də dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki istəmirsiniz. İstəyirsiniz, amma almırsınız, çünki pis niyyətlə eləyirsiniz. Ölümlər, tərk edilmələr, bütün bunlar niyə baş verir? Bu ayə tamamilə izah edir. Çünki sən hələ də Allahın xasiyyətini və onun birini başqasından üstün tutmadığını anlaya bilməmisən. Allah sən ölmə layiq olanda sənə lütf verdi. Sən özün lütf sayəsində var olduğun halda başqasının bu lütfə layiq olmadığını necə düşünə bilirsən? İnsanlar sənin düşüncələrində təbəqələrə bölünür. Allah üçünsə təbəqə yoxdur. Onun gözündə sadəcə sən varsan. Bəli, sən. Allahın bu dünyada edə bilmədiyi tək şey sənin iradənə qarşı getməkdir. O bunu etmir. Seçimləri səni Allaha yaxınlaşdıra da bilər, uzaqlaşdıra da. Sən Allah üçün hər şeydən önəmlisən. Unutma, Allahın dostu olan İbrahim var dövləti hədiyyə kimi alsa da ömrü boyu özünə ev tikmədi. Bu dünyada qərib kimi yaşadı. Çünki o yerdə olanları deyil, göydə olanları arzuladı. Süleyman gündəlik çörəyindən artığını Allahdan istəmədi. Davud Allahın evindən daha gözəl sarayı arzulamadı. Yusif zindanda Allaha sadiq qalmağı günahlı şöhrətdən üstün tutdu. Stefan daşların altında əzilərkən belə göylərdəki saadəti arzuladı. Daniel şirlərin quyusunda qalmağı günaha baş əyib padşah sarayında yaşamaqdan üstün tutdu. Daha kimləri sayım? Bugün sən Allah üçün kim olmağı seçmisən? Nuh kimi dəli adlanmağı mı? Əyyub kimi dərdli olmağı mı? İlyas kimi qaçaq olmağı mı? Sən kimsən?